6-cı nümunə. Dık 4 cür. Dık 4 cür əgər sözün ortasındadırsa, həmişə bütövlükdə bir qrammatik şəkilçi olur. Və bu zaman o fe'li sifət şəkilçisi kimi çıxış edir. Fe'li sifət şəkilçiləri bilirik ki, mənsubiyyət şəkilçiləri ilə birlikdə olur şəkilçisi dık. O, deməli, mənsubiyyət şəkilçisinin birləşməsi ilə işlənir. Dığı, diyi, duğu, düyü şəklində və şəxslər üzrə dəyişəndə də şəkilçiləri, belə mənsubiyyət şəkilçiləri yeni şəxslərə görə dık ilə birlikdə çıxış edir. Yəni, ikisi bir yerdə dık və mənsubiyyət, dık plus mənsubiyyət ikisi bir yerdə fe'li sifət şəkilçisini formalaşdırır. Amma bəzən üçüncü şəxsdə cəm şəkilçisi və yaxud hər hansı bir şəxsdə cəm şəkilçisi qoşulursa, ona lar cəm şəkilçisi. Onda o qrammatik ədəbi dil normasına görə qrammatik şəkilçi həmişə mənsubiyyət belə cəm şəkilçisi mənsubiyyət şəkilçisindən əvvəl işlənməlidir. Bu qaydaya görə cəm şəkilçisi lar dık şəkilçisi ilə mənsubiyyət şəkilçisinin arasına girir və bu zaman deməli dık təhlikdə qalır. Belə olduqda o bütövlükdə bir qrammatik şəkilçi olur və fe'li sifət formalaşdırır. Məsələn, aldıqları sözündə baxırıq, al sözün kökü. Burada dık və ı birlikdə fe'li sifəti formalaşdırır, amma ortaya lar girib. Ona görə dık burada bütöv şəkilçi kimi təhlikdə çıxış edir və bir qrammatik şəkilçi olur. Amma sözün sonunda işlənirsə dık, sözün sonunda həmişə iki qrammatik şəkilçidən ibarət olur. D zaman, q isə şəxs şəkilçisi. Məsələn, aldıq, al sözün kökü, aldı, keçmiş zaman, aldıq biz, şəxs şəkilçisi. Deməli, burada isə iki qrammatik şəkilçi olur. Və bu məqama diqqətli olmaq lazımdır. Dık şəkilçisi ilə qarşılaşanda onun sözün hansı hissəsində işləndiyinə fikir vermək lazımdır. Ortadadırsa bütöv bir qrammatikdir, sondadırsa iki qrammatik şəkilçidir.